Yollarda ölüm halları artdığı üçün sürücülərə ağır cəza vermək düzgün deyil. Bunu millət vəkili Elmira Axundova Milli Məclisin dekabrın 3-də keçirilən iclasında deyib. Qəzaların səbəbləri mütləq araşdırılmalıdır. Bəlkə günah sürücüdə yox, piyadadadır. Belə olan halda sürücünü günahlandırmaq hüquqi müstəviyə sığmır, deyə millət vəkili bildirib. İndi Azərbaycanda yol infrastrukturu sürətlə inkişaf edir. Respublikamızda müasir standartlara cavab verən, yüksək sürət həddi nəzərdə tutulan yollar çəkilir və bu proses davam etməkdədir. Həmin yollarda piyadaların müəyyən olunmamış yerlərdən keçməsi qadağandır. Amma sizlər də şahid olursunuz ki, məsələn, Bakı-Heydər Əliyev adlı aeroport, Bakı-Ələt arası rastlarda piyadalar yerüstü keçid olduğu halda yolun qadağan olunmuş hissələrdən keçirlər. Millət vəkili qəzalara görə inzibati xətalar məcəlləsinə olunan bəzi dəyişiklikləri labüd hesab etsə də, bəzilərinin ağlasığmaz olduğunu söyləyib. Amma məcəllənin 155-ci maddəsindəki 80 manatdan 100 manata dək olan cərimənin birdə-birə 6 dəfə artırılaraq 500 manatdan 800 manata dək artırılması nəzərdə tutulur. Bəzən elə olur ki, maşının qiyməti bizdə Bakıda, köhnə maşınların qiyməti 700-1000 manatadır. Hamımız gözəl bilirik ki, əksər şəxslər bu cəriməni sadəcə ödeyə bilməyəcək. O çıxışı zamanı bildirib ki, cərimənin yüksək olması sürücü və polis arasında korrupsiyaya və rüşvətə də səbəb ola bilər. Elmira Axundova bu məsələdə Avropa ölkələrinin təcrübəsini öyrənməyin lazım olduğunu deyib. O, eyni zamanda maariflənmənin vacibliyini də diqqətə çatdırıb.